Biz bir dəfə yıxıldıq. Moments later. Baxın. Və qüdrətçiklər. Kim birinci çıxdı çörəklə Sprite qoydu. Görürsünüz, səhifəmizin adı, baş hərflərimiz və 2026-cı il. İndi məsələn biz bir çox yerlərdə olmuşuq. Bizə nəysə bu biraz çox çətin. Gecə saat 2-dir. Hamı yatır. Biz isə yoldayıq. Yollanırıq. Hara? Kəpəz dağını fəth etməyə. Deməli, tur vasitəsilə gedirik və bizə bildirdilər ki, dağa çıxmaq üçün mütləqdir ki, gecə saatlarında çıxasan ki, ən azından saat 4-5 kimi dağa, kəpəzə dırmaşmağa başlayasan ki, çox günəşə düşməyəsən, bir də ki, duman vaxtına düşməyəsən. Ona görə saat gecə 2-dən yola düşürük, böyük ehtimal saat 4-ə falan dağın ətəyinə çatarıq. Və bugün çalışacağım sizlər üçün ətraflı videolar və ətraflı məlumatlar çəkim ki, siz də nə vaxtsa Kəpəzə çıxanda bu haqda məlumatlanmış olasınız. Hələlik! Gəldik, çatdıq Univermağın qarşısındayıq hal-hazırda. Bu da bizi aparacaq olan Sprinterdir. Aparacaq olan vasitələrdən biri. Və yola düşməyə hazırıq. Yol boyu başımıza gələnlər, yol əhvalatlarımız, yolda baş verənlərin hər birini çəkib sizlər üçün paylaşacağıq. Gəldik Zot kəndinin girişinə. Buradan maşınlarımızı dəyişirik. Bildiyiniz kimi biz Sprinterlə gəlmişik və belə gördüyünüz Vaz maşınlardır və Nivalardır. Onların vasitəsilə də minib yəqin ki 1956-cı ilin maşınıdır. Yəni bu maşınlarla dağın ətəyinə kimi bir qismini gedirik, bir qismini isə piyada çıxırıq. Gedək maşınlarımıza minək və yola düşək. Artıq demək olar ki, yarım saatdır yoldayıq və Kəpəzə doğru gedirik. Hələ bu getdiyimiz ən belə deyim də hamar yoldur. Bura gələnə kimi əməlli başlı silkələndik. Burada dayanmışıq. Nəysə yolla bağlı bir nəticəyə gəlmək istəyirlər. Ona kimi də sizə düşdük ki, belə bir mənzərəni çəkək. Hərçənd ki, qaranlıqda görmürük. Dayanmır, ay çəkeyim. Gəldik, çatdıq. Hal-hazırda Kəpəz dağının ətəyindəyik. İndi isə buradan o tərəfə piyada qalxmalıyıq. Saat deyim də neçədir? Saat 5-dir. Düz 2 saat maşın yol gəldik. İndi isə hazırlaşırıq piyada çıxmağa. Maşınlar. 8 metr, 2500 metr deyə yüksəklikdəyik və buradan artıq piyada yola düşülür.
Sonuncu satacağımız yüksəkliyi 3066 metr. Xahiş edirəm, təhlükəsizlik qaydalarına ilk növbədə riayət eləyək. Heç kim sıranı pozmasın. Bəli, müəyyən məsafələrdə dayanacaq, istirahət eləyəcəyik, şəkil çəkdirəcəyik. Amma mən tur rəhbəri Mahir Hüseyin bir qabaqda mən gedirəm. Arxada isə tur bələdçisinin köməkçisi Kənan müəllim arxada gəlir. Xahiş edirəm, məndən qabağa heç bir keçmir. Kənan bəydən arxaya heç kim qalmır. Mən hər dəfə səyə bilməyəcəm, ona görə mən tez-tez Kənan bəyi səsləyəcəm. Hələ təzə başlamışıq. Nəylə? Şəkildə hara düşür bu? Qaranlıqda. Gün hələ indi çıxır. Oh. Yorucudur. Gəlirəm gəlməyinə. Gün çıxmağa başlayır. Xeyli yol çıxmışıq. Biraz fasilədik. Ne geçe fon olur buradan. Sen hele dur. Hava qaranlıqdır deyə. Mənə gəl. Bu kadrlar keyfiyyətsiz alına bilər. Maksimum dərəcədə yol getdiyimiz üçün çalışıram qısa-qısa çəkiliş edeyim. Tam başına çıxdıqdan sonra ətraflı çəkilişlər edərəm. Xeyli yol çıxdıq. Yollar çətindir. Belə deyim, biraz yüngülvari sürüşmələr falan ola bilər. Hal-hazırda arxa fonumu görürsünüz. Çox gözəl mənzərədir. Gün çıxmaq üzrədir. Ona görə belə bir gözəl mənzərədir. Yanı arxada bu isə Kəpəz dağının təpəsi. Az qalıb demək olar ki, çatırıq. Hardan çıxırdıq? Təəssüratlar. Az qalıb. Kim çıxır? Bana. Arxamızdakı mənzərə. Günəş. Günəş çıxır. Saat neçədir? Saat 6'dır. İsə Kəpəz zirvəsinə gedən yoldur. Qabaqda çıxıb mənə acıq verir. Nə qədər yol var? Çatmışıq, az qalıb demək olar ki. Bəli. Baxın.
Dəqiq. Demək olar çatdıq. Yolda qalan əsgərlər Ən sonuncu çıxan bizik. Bilmirəm niyə. Kəpəz zirvəsi. Bax oradadır, çatdırıq az qal. Çox çətin yol idi. Hələ də yolumuzu çıxmağa davam edirik. Elə çatdırıq deyirlər, elə həmin məsafə qədər də məsafəmiz, yolumuz uzanır. Nə şəkil çəkdirməyə, nə video çəkdirməyə həvəsim qalmadı. yuxarıda arasını qarşıladı. Əslində Qaranoğurda da eyni şeylər demişdim. Amma çıxandan sonra çəkdirdim. Qana paran. Kəpəzin yaxından görüntüləri. Biz artıq vəfat etmiş şəxslərik. Gün nə qədər yol çıxmışıq. Göstərim var, kameram pulu. Hı? Hanı? Hansı firma? Yox bir. Dəqiq. 100%. Təsdiqləyirsiniz. Onda qaça-qaça gedin görün. Düzdəyiz. Nəysə, kameranı söndürüm. Deyən söndürmə. Hı. Farkını verir. Çox fədakarlıq yaxşı şey deyil. Elə bir iki nəfər qüdrət bir yerdə çıxır. Və qüdrətçiklər. Qüdrət və qüdrətçiklər. Nəysə, çıxmağa davam edeyim mən də. Mənə elə gəlir ki, Kəpəz elə uzaqdan gözəldir. Elə ən gözəli bizim evdən, yataq otağından onu seyr eləməkdir. Bir də ki, Hacı kəndə filan gedəndə, xüsusilə də Xan yurduna gedəndə mənzərəsində şəkillər, videolar çəkdirməkdir. Elə Kəpəzsən, uzaqdan gözəlsən. Deməli, təpəliyi geridə qoyduq, gəldik. Gördüyünüz bu kadrda mikrofonum söndüyü üçün səsli formada başa saldığım bütün məlumatlar səssiz qeydə alınıbdır. Ona görə də sizə belə qısaca bir məlumat verim. Kəpəz dağının ətəyindən qalxırsınız, tam yuxarıya çıxdıqdan sonra zirvəyə çatmamış belə bir düzənlik var. Çıxdığımız çətin yollardan sonra həmin bu düzənlik ərazidən keçmək, getmək daha rahat oldu və gördüyünüz kimi burada Kəpəzin zirvəsi də görsənir. Demək olar ki, biz artıq hədəfə çatdıq. A few moments later. Və axır ki, gəldik, Kəpəz zirvəsinə çıxdıq. Tükendi taqətimiz, səbrimiz. Dedik, gəlmişkən burada mütləq çıxar. Hava çox istidir, gün adam yandırır. Ancaq yenə də qarşımıza məqsəd qoymuşsa, bunu etməliyik. Bizə Kəpəz zirvəsi. Kəpəz zirvəsi 3066 metr. Dəniz məsafəsindən 3066 metr hündürlükdə yerləşir.
Mənzərəsindən Göygölü, Maral Gölü görə bilərsiniz. Hətta burada belə bir adət var. Kim birinci çıxdı çörəklə Sprite qoyur. Görürsünüz, camaat gəl burada çörək gətirir. Biz çörək. Sprite düzgü falan sıra. Maral Göl. Olan hamısı Yaxınlaşdırın Pakistandan, baxın. Hindistanlardan taşıyor. Hamısı. Nerede gene yazılım gelir onlara. Onların pulu bak bu şeylerden çıkıyor. Dağlardan çıxır. Haydi bu O rəhmətə deyir gedənlər- çörəyimiz daşdan çıxır. Elədir. Bu rəhmətə gedənlərdən Gəncə Dağçılıq Klubu. İstənilmir. Hazırdır. Səhifəmizin adı, baş hərflərimiz və 2026-cı il. Buradan mənzərəni gör. Düz Təpə zirvəsi. Onun yanındadır. Bu da bizdən xatirə qalsın. Tamam. 3 saata çıxdıq. Bizə yəqin bir 2-3 saata da düşmüş olarıq. Hələ də düşürük. Yalnız bir dəfə yıxıldıq. Salamatçılıq. Düşsək çox gözəl olardı. Çox çətindir. Təsəvvür edin, mən krasovkadaydım. Aşağı düşdükcə krasovka ayağım döydüyü üçün özümdən basonuşka götürmüşdüm. Basonuşka giyindim. Bu da son. Kəpəz dağından düşdük. Allaha çox şükür. Nə bilim. Bizim üçün çox da yaxşı keçmədi. Nəyə görə? Düzdür. Turda problem yoxdur, hikingdə problem yoxdur. Sadəcə olaraq yollar çox daşlıqdır, çox qayalıqdır. Biraz sürüşkən falan olur. Hərəmiz bir-iki dəfə yıxıldıq. Yüngülcə izədə aldıq. Normal haldır. Dağa çıxırsan sağ. Ancaq baxmayaraq ki, çox qəşəngdir. İnsan xoşuna gəlir. Ancaq çətindir. Nə mənada çətindir? Məsələn, biz bir çox yerlərdə olmuşuq. Hikinglər etmişik. Elə 2 dəfə Qaranoluk gördü. Ağsuda yerləşən şəlalədir. Ora getmişik. Sonra Qaragölə getmişik 2 dəfə. Fərqli yerlərdə olmuşuq. Sadəcə olaraq bizə nəysə bu biraz çox çətin gəldi. Hikingdə dağın təpəsinə çıxırsan, yəni əziyyətsiz olmuş. Yol yox, bir şey yox. Cığırlarla yol çıxsan. Bu qədər. Bugünkü dağ macəramız haqqında sizə qısaca vlog hazırladım. Ümid edirəm ki, xoşunuza gələr. Ümid edirəm ki, heç kəsdə mənfi fikir oyatmaram. Çünki sırf bu işlə məşğul olanlar üçün, sırf bu işi sevənlər üçün, yəni bu rahat və xoşa gələn işdir. Ancaq rahatına düşkün, komfort sevənlər üçün biraz narahatdır. Bu qədər.